Salam, 26 avqust 2026-cı il. Artıq inşallah ki, ikinci plaşatka ilə üçüncü plaşatka arasında olan düz yolun yuxarı hissəsindən aşağı hissəsinə doğru dördüncü plaşatkanın da pillələri hörülüb. Plaşatkanın alt istinad divarı hörülüb. İnşallah ki, bir pillə hörüldükdən sonra tam eyni səviyyəyə gələcək və yuxarıdakı plaşatkanın da tam profilləri qoyulub, doldurulub. İnşallah ki, yuxarı istiqamətə həm də qum və sement daşınacaq və plaşatkalar tamamilə betonlanacaq. Və bu gün plaşatkaların betonun tökülməsi üçün daş veriləcək. İnşallah ki, işlərimiz davam etdikcə bu barədə məlumatları sizlərə verəcəm.